Qatardan istifadə edənlərin nəzərinə bir xəbər diqqətinizə çatdıracağıq. Belə ki, dediyimiz tarixlər 20-30 mart tarixlərində mühüm bir xəbərimiz olacaq. Gündəm xəbərin efirində isə 25 fevral tarixidir və bir məlumatı diqqətinizə çatdıraraq. Belə ki, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə ölkə daxili marşrutlar üzrə əlavə qatar reysləri təyin eləyir. Bu barədə Səhmdar Cəmiyyətinə istinadən xəbər veririk. Məlumata əsasən 20-30 mart tarixlərində hər gün Bakı-Qəbələ-Bakı, 19-30 mart tarixlərində hər gün Bakı-Ağstafa-Bakı, 23 və 25 martda isə Bakı-Ağdam-Bakı marşrutu ilə səfərlər təşkil olunacaq. Qeyd edilib ki, sərnişinlər Bakı-Ağstafa-Bakı qatarına biletləri 10% endirimlə dəmir yol kassalarından, Azərbaycan Dəmir Yollarının rəsmi saytından və ya ADY Mobile tətbiqindən əldə eləyə bilərlər. Bayram günlərində Bakı-Qazax-Bakı, Bakı-Balakən-Bakı, Gəncə-Qəbələ-Gəncə marşrutları, eləcə də 21 və 28 mart tarixlərində isə Bakı-Ağdam-Bakı marşrutu ilə ənənəvi qrafik üzrə reyslər icra olunmuş olacaq.